Salam değerli həmvətənlərim, hər birinizi salamlayıram. Hər gün olduğu kimi Qabil Media kanalımızda canlı yayıma başladım. Dostlar, qardaşlar, bəziləri elə bilir canlı deyil həqiqətən. 21 fevral 2026-cı ildir və nədən danışacağıq? Əlbəttə ki, Alyona, hakimiyyət, Amerikada Əliyevə cinayətçi qaldırılması, dünyanın bu skandalla çalxalanması, əlbəttə ki, Amerika-İran mövzusuna da toxunacağıq, değerli dostlar, değerli həmvətənlər. Dostlar, qardaşlar, gördüğümüz kimi bu yaxın vaxtlarda təxminən bir həftə qabaq, heç bir həftə olmaz, Almanya'da, Avropada böyük İran mitingləri oldu. Yəni Hamene'nin getməsini istəyənlərin böyük mitingi oldu. Və gördüğünüz kimi də müəyyən dərəcədə Əli Hamene'ni bilmirəm, mən belə düşünürəm ki, xaricdən təsir olanda İran xalqı da biraz şeydir də dostlar, şuurlu insanlardır da. İran xalqı şuurlu insanlardır da. Onlar da baxırlar ki, İran xalqı da baxır ki, Amerika gəlir bunların sərvətlərini aparmağa. Onlar da baxırlar ki, Amerika gəlir əxlaqsızlığı gətirməyə. İndi Trump'ın da yaydılar epişdeyində adam yiyən belədir, elədir. Yaxşı, onlar da nə baxır, nə düşünür. Qonşu ölkələrdə, Azərbaycan, Türkiyədə xarici yadelilər gəlib ancaq qadınları, qızları, orqanları satırlar, bədənləri satırlar. İndi yaxşı, İrana gəlin, baxın görək. İranda orqan satan var mı? Qadın alveri orada bilən siğət də, oran qaydası siğət. Siğəliyir və salam, qutardı getdi. Hə? Değerli həmvətənlər. Yaxşı, indi siğəliyəndə özlərinin içini da, məncə orada qız siğəliyə bilərəm. Ha? Yox. Və yaxud hansısa Hindistanın Johnny'si ya İngilisin Johnny'si gəlib orada qız siğəliyə bilər. Yox. Özlərini da. Amma bizim qızlar kim? Hindistanlılar, Kürdlər, Pakistanlılar, digər ərəblər. Dostlar, qardaşlar, ona görə İran da baxır ki, Amerika gəlsə, nə namus qalacaq, nə izzət qalacaq, nə belə bütöv İran qalacaq. Sərvət də düzdür, bir balaca yaxşı yaşayacaqlar, amma dalı nə olacaq? Dalı nə olacaq? Yəni bu biraz, değerli həmvətənlərim, bir balaca düşünürlər və xaricdən olan hücum olanda, xaricdən olacaq bir hücumda kilitlənib birləşəcəklər. Yəni Amerika'ya qarşı birləşir. Amerikanın yaxşı tərəfləri, güclü tərəfləri, zəif tərəflərini demişdim. Eləcə də İranın güclü, zəif tərəflərini axırıncı momentdə nələr eləyə biləcəyini onu da demişdim. Bir də o söhbətlərə qayıtmaq istəmirəm. Amma təkcə onu demək istəyirəm ki, Türk kanallar gecə gündüz bağırırlar, işləri gücləri yoxdur da. Bir gün vurdu, sabah vuracaq. O gün vurdu, hətta Trump'dır da, deyir sabah vuracam, vurmur da. Biraz da qorxur da İrandan, açıq deyiləm, qorxur. İndi təlim gedir orada bir neçə gün. Sonuncu dəfə demişdilər ki, vuracaqlar və bu cuma ertəsi, bu gün səhər vuracaqdılar. O da alınmadı da, vurmadı Trump. Nə qaldı burada? Burada o onu deməyə əsas verir ki, yəqin ki, ayın axırına ki, 10 gündə vaxt veribdi. 2 gün keçib hardasa, 2-3 gün keçib, 7 gün qalıbdı. Yəni elə təxmini ayın axırına vura bilər, ya gələn ayın əvvəlinə vura bilər. Mənə elə gəlir ha, Trump İranı nə zaman vuracaq? Mənə elə gəlir ki, Trump İranı deyim nə zaman vuracaq?
Düzdür. Çox bəyanatlar verilir. Bu gün sabah, bu gün sabah. Bu gün ayın neçəsidir dəyərli həmvətənlərim? 21-idir ayın, eləmi? Elə. Qoyun kalendara baxın, görüm nə vaxtı vura bilər. Deməli, dəyərli həmvətənlərim, nə vaxtı vura bilər İran, Amerikanı. Baxa. Deməli, aha. Qodam alın, bircə dəqiqə. Aha. Dostlar, qardaşlar, bugün baxaq, 21 Şubat, 21 dekabrdır. Fevral, baxın. Fevralın 21-idir, Şubat 21. Mən düşünürəm ki, İran vurulacaq Amerika tərəfindən. Deməli, mən düşünürəm ki, İran vurulacaq Amerika tərəfindən 28-dən ayın 1-nə, martın 1-nə keçən gecə səhəri vurulacaq. Və bu dəyərli həmvətənlərim, və bu alınmazsa əgər İran vurulacaq, çox güman ki 9-undan 10-una keçən gecə, ya səhərə yaxın. Əcaba bir məsələ də var ki, 8 mart günü vurula bilərmi? Yox, mən inanmıram vurula. 8 mart günü vurulmaz. 8-dən 9-una keçən gecə, ya 9-undan 10-una keçən gecə səhərə yaxın vurulacaq. Efirə zəng eləmək istəyənlər olsa, bu dəqiqə yayım gedə paylaşıram, narahat olma. Deməli, dəyərli dostlar, dəyərli həmvətənlərim, burada mən bir şey də paylaşmalıyım. Yayım gedə ilə paylaşacağım. Deməli, qardaşlar, bacılar, vəziyyət nədir? Dəhşətli dərəcədə vəziyyət. Deməli, Ruscada deməzdim, Çincədə də deməzdim, elə Trumpcadır. Dostlar, qardaşlar, bir şey deyim mən sizə, siz də qulaq asın. Deməli, dəyərli qardaşlar, bacılar, Türkiyə kanalları gecə-gündüz barbar bağırırlar ki, İrana xüsusi təyinatlar, qoşun yeridilməyəcək. Amma mən də deyirəm ki, yapay zəka ilə idarə olunan texnikalar var, robot batalyonlar, ordular var. Hər nə deyəsən gözləmək olar. Amma Trump bir səhvə yol verdi. Trump'ın o sözü İrana daha da güc qüvvə verdi. Trump dedi ki, kısıtlı, yəni məhdud halda İrana əməliyyatlar edəcəyik. Məhdud halda əməliyyat olacaq İrana. Bu da İrana açıq deməkdir ki, mənim sənə gücüm çatmır ay İran. Mən səndən qorxuram ay İran. Mən ora ordu yerdə bilmərəm. Sadəcə mən sənə bomba atacağım, bir balaca bombalar atacağım, nələr eləyəcəm. Belə, dəyərli dostlar, artıq 2 kanalda paylaşdım mən bu videonu, 3-cü kanalda da paylaşım, dostlar, qardaşlar. Və bizim eləcə efirimizə başlayaq. Və bundan başqa Türkiyə kanalları yayımlayır ki, ay qoyma gəldi, ay belə vuracaq, elə doğrudan bunların Türkiyə kanallarının hansına baxsansa İrandan paylaşım edirlər. Yəni Erdoğana lazım idi bu. Erdoğana bu lazım idi ki, xalq aclığından danışmasın, müharibəyə odaklansın, müharibədən danışsın, müharibə ilə İran belə vurulacaq oraya. Acından ölür, Türkiyə məhv olur, göz görə xalq acından qırılır. Bunlar türlər İranı belə vuracaq. Nə bilim nəyi belə vuracaq. Dostlar, qardaşlar, bizim də dərdimiz bilirsiniz də Alyona dərdidir. Alyona nə yonadır, Alyona. Dünənləri Mehman Hüseynovdan gözəl bir efir getdi, gözəl bir efir oldu. Mehman Hüseynovdan. Və mən həqiqətən xoşuma gəldi efir belə. Düz deyəcəz ki, Mehman niyə cavabını vermirsən? Mehman arada bir qabda sənlə söyüşdən danışır.
Söyüşdən danışır, niyə cavabını vermirsən və sən dəhşətli adamsan. Dəyərləmədən Mehman mən söyür, görürsünüz bəzi hallarda mən söymür, ya sadəcə soxur gedir bəzi hallarda. Çünki Mehman travmalıdır. Dəyərləmədən. O necə ki döyüşdə travmalı əsgərlər var ha. Onların bir balaca xətrinə dəyəndə özlərinə qəsd eləyirlər ha. O travmalı adamlar. Deməli o döyüşdə travmalı adamlar olur dəyərli həmvətənlərim. Onlar çox dəhşət, onlar danışığını bilmir bir də görsən, beyin çönür bir də görsən, dəhşətlidir at. Dəhşətlidir, Mehman da elədir. Yəni o adamın bir təsəvvürün videosunu çəkiblər. Balanın videosunu çəkib atıya göstərdilər. Atanın videosunu çəkib balıya göstərdilər. İndi sən nə bilirsən ki o nə videoyu? İndi biz danışırıq da. Biz danışırıq, deyirik gülür. Nə bilirsiniz Mehman nə tərsi? Nə bilirsiniz kimlə eləyibdi? Allah Allah Allah. Yəni Mehman travmalıdır. Mehman bizi söysə də görsən dillənmirik. Adam, siyasi adamlar, blogerlər travmanı belə alırlar. Bəli. Ona görə biz də demokratik adamıyıq. Jurnalisti, media adamıdır, blogerlərdir. Biri var o tutasan adamla çörək kəsəsən ya kəsməyəsən, ana qoymayasan, bacı qoymayasan, arvad qoymayasan, körpə uşaq qoymayasan, söyəsən, onlar heç onlar ölməlidir. Bir də var ki, o da kənddə uşaqlar, məhəllədə uşaqlar bir-birinin zarafatyanı söhbət edir, bir-birinin ağzına üzünə söyə-söyə. Bu da belə indi yəni Mehman travmalıdır, bunu anlamaq olar. Hə dostlar, qardaşlar, deməli Mehman dönənləri efirimizdə Alyonanın birbaşa ağzında göstərdi və indi onu silirəm bu dəqiqə. Bu dəqiqə ilə kompüter qabağımda da onu silirəm. Sonra ki, manki 5-10 dəqiqəyə silinəcək, 5 dəqiqə, bəyəkdən qoymuşam çünki. Yəni, birbaşa adam efirdə götürdü, Alyonanın şeyini atdı bizə. Qoy bir atın bunu. Bu bir Mehmana bir səs atın. Mehman, salamın aleyküm, aya, Kurugla sutka xəttəsən, Allah öngütsün, sən yatmısan mı? Aya, sağ kərtənkələ motoru mu qoşublar? Hər nəysə, mən də indi balaca bir yayımdayım, balaca kanalımda, Qabil Mediada. Sən mənə de görüm, o dünən başqa pozada çıxdı, Alyona. Başqa video, başqa şəkil, başqa kişinin razmerindən də gördüm ki, bu başqa. Sən o videonu at da, mən at o videonu, mən o videonu bir baxım görüm nədir, nə deyil, neyniyim, nə ayırım. Sən o Alyonanın o videolarını atma, o efirdə göstərdin dünən, onun hərəkətli hissəsini at mənə. Nə yaxşı mı gözəl insan, gözümün işi. Deməli, dəyərli soydaşlar, nədir? Bir de bütün blogerler, Orhan Ağayev, Elşad Məmmədov, Zəki Bey, Amerika'daki dostlarımız, Tural, Mehman, hamısı hazır olsun. Mehman'ın vaxtı məhduddur. Mehman'dan sonra hamını dəvət edəcəyim. Deməli, dostlar, qardaşlar, fikir ver, baxın ki, Hikmət Hacıyev bütün gözəllik salonlarında olan qəhəri bəziləri, onlar da DTX adamıymış. Dövlət Təhlükəsizlik Xidməti vasitəsindən Hikmət Həsənov səsini göndəribdir. Komanda verib ki, hamınız podra vuraraq, saçınıza, üzünüzə krem yaxaraq, yəni müasir qadınlar kimi buralarınızı, zadınızı oxalayaraq elə videolar çəkin. Yəni müasir qadın kimi də videolar çəkin. Yəni Alyona da müasir qadındır, mən onu sevirəm, onu dəstəkləyirəm belə. Sonra Alyonanı göndərdilər əvvəllər, getdi o əlilər, autizm xəstələrini qucaqladı elədi, güya Sergey deyil, Alyona hər yerdə xəstə kişiləri, yazıq kişiləri elə qucaqlayır Alyona. Belə bir obraz yaratdılar. Ayın 11-dən də Alyona yoxdur. Səs zəifdir deyil birisi. Gör, indi yaxşı olmalıdır.
Ayın 11-dən də Alyona yoxdur. Alyona hardadır, nə işlə məşğuldur bilinmir Alyona. Üzdə elə şeylərə baxmayın. İnanın Allaha deyirəm. Üzdə elə göstərirlər İlham, Mehriban. Bəzi hallarda güya Alyona gedir, harca açılış eləyir, nə eləyirdi. Ayın 11-nə qədər. Üzdə elə şeylər ki, yəni xalqa acıq vermək üçün bunu eləyirlər. İnan Allaha, İlhamın, Mehribanın fısıldamağından verdiyi cavabdan da aydın oldu ki, bunlar dəli olublar. Qırğın gedir, qırğın, inan Allaha deyirəm. Alyona girib Heydərə. Heydər ümumiyyətcə intihar, iki dəfə cəhd edibdi Heydər. Deməli, bundan başqa, dəyərli dostlar, efirə zəng eləyə bilərsiniz, ha? Efirə zəng eləyə bilər. Kimlərsə efirə zəng eləyə bilər. Efirimizə qoşula bilər, kimlərsə. Kimlərsə efirimizə qoşula bilər. Amma mən yenə bəzi videolar göstərəcəyəm. Sonra Alyona söhbətinə ola bilsin qayıtdım. Baxaq bir. İndicə gördüm, güya təmizlər. Baba, yumurtaların vaxtı keçib. Yumurtaların Allah bilir içindən cücə çıxıbdı. Baxın. Baxın. Qadına deyiblər, yəni Araz marketdir. Yumurtaların iylənmişlərini, yəni qırılmışları, iylənmişləri, içindən cücə çıxanları, biz də belə istəyir onda cücə çıxır. Xarab olmuşları, laxları, iyi verənləri seç, ayır, qalanlarını xalqa sataq. Baxın, alın. Baxın, alın. Dede Qorqud Parkın yanında. Küfsənmişləri təmizləyirdi, bax qaçdı. Baba, xanım ona gətirin bura, mən oraya girməyim. Hanım, Volkanın arxasına məni gətirməyin, gətirin onları bura. Mən bildirdim, Volkanın arxasına girməyim. Baxın, bir dəqiqə. Baxın, bir dəqiqə. Küflənmişdi. Bax, uzaqdan gördüm, təmizləyirdi. Yağlar. Gəzəndim, pakovka elədi, o yerində çəkmişəm. Kifsimiş. Kilosu da neçədir? Bir dəqiqə, mən dedim, xeyr, qulağa dur. Kilosu da neçədir? 22 manat 30 qəpik. Polis çağır, mən çağır. Ay, kifsəmiş 22 manata verdikləri yağa bax. Eynidirlər. Sus, qulağa dur, bax. Mən əlimi məndən çək, sənin mənə toxunmağa ixtiyarı yoxdur. Polis çağır. Buyurun. Hanım gördüm, o yerini de çektim. Aynı işlerler. Küfsəmiş, pendiri təmizləyib, 22 manat 30 qəpikli sizə satışa qoyurdular. Eynən belə. Çox, indi gedin. Axşam cavab verəsiniz. Baxın, dəyərlən vətən, baxın. İndicə gördüm, güya təmiz baba. Güya Araz marketdir, Dede Qorqud Parkın yanında. Bu Araz marketi, o ən harda tuxta mallar var, onu satır, iylənmiş mal. Ay qardaş, xərçə xəstəlik tutulacaq. Sən bugün deyirsən, ay da bu pendir ucuzdur, ay da bu yağ ucuzdur, ay da bu yumurta. Bugün sən onu yeyirsənsə, onu yeməkdənsə get cincilim yığ. Ay mamır ye. Amma elə məhsulları yemə, qadan alın. Başına dön. Xərçə xəstəlik yayılacaq sənə, əzizlərinə. Yeməyin onu. Yəni biabırçılıqdır. Deməli dostlar. Baxaq bir, bu kadralara baxaq, sonra başqa şeyə keçəcəm. Bizdə yaşayan siyasi blogerlər, jurnalistlər açıq bəyanat yayıyor. Yox, bu bəyanatı vermişəm. Mən başqa şey verməliydim efirə. Buydu mu? Washington, Əliyev, burada da yaman dəhşət şeylər var. Deməli, dostlar, burada dəhşətli məsələlər var, onlara diqqət yetirək. Bircə dəqiqə. Çox doğrudan da mən burada bəzi şeylər var, göstərmək istəyərdim sizə.
buna bax. Kral Andrew'nin qardaşı, Britaniya kralının qardaşı, Charles'in qardaşı Andrew'ə cinayət işi qaldırıldı, həbs ediləcək. Deməli, qulluğun öhdəliklərini pozması, kral ailəsinin sirlərini satıbdı, nələr edib, nələr, çox dəhşətli işlər görübdü. Və qardaşlar, doğrudan da vəziyyətin acınacaqlı olduğunu sizə çatdırmaq üçün bir neçə kadrlar burada istəyirəm ki, göstərəm. İlham Əliyev. İndi şeyə görə, Alyona söhbətini bağlamağa görə Azərbaycanda ən böyük skandal nə oldu? Ən böyük skandalların biri də Fövqəladə Hallar Nazirliyinin yadınızdadır mı? Polkovnikin o qızla sevgili deməli skandala səbəb oldu və Kemaləddin Heydərov çox pis vəziyyətdə düşdü. Və indi Alyona söhbətini nə bağlaya bilər? Qazi döydülər, bağlanmadı. Nə bilim, müəllimi güllələdilər, bağlanmadı. Bəlkə də yalan deyirlər, güllələnməyib. Ya bağlanmadı. Nə bilim, 50 cürə elədilər, 50 cürə elədi, bağlanmadı. İndi yenə Fövqələdənin şöbə rəisinin və bir qızı çıxartdılar ortaya ki, Fövqəladə Hallar Nazirliyinin şöbə rəisi mənlə s***dir. Və arvadınla bir yerdə də mənlə baxır. Mənəm nələr indi göstərəcəm. Yəni, Alyona söhbətini bağlamaq üçün bunu eləyirlər. Hanı polkovniki göstərin görək. Yaxşı, sənlə sənin pulunu verməyibsə, yəqin ki, bir çəkibsən də ucundan qulağından ucunu çəkibsən. Göstər görək. Bəlkə də çəkib, bəlkə də onu da göstərəcəklər. Əsas məsələ Alyona söhbəti bağlansın. Alyona söhbətini bağlamaq üçün nələr eləyirlər, nələr. Bu uşaqlar fövqəladə teması elədi ki, bu insan işin başında olduğu müddət ərzində, radsiyada olduğu ərəfədə işinə, vəzifəsindən sui-istifadə edərək gəlir, mənlə görüşür, idarə maşınında, təbii ki, mesajlar da var, səs yazılar da var, hamısının nömrəsini, hər şeyi mən saxlamışam, yəni. Gəl mən orada s***qalardan çıxır, bilirsiniz necə, yəni tam anıqlı qablar məndə, çünki mən bunu sındırmışam, arvadın yanında üzr istətdirirəm, yəni də hər şey boynuna alır arvadın yanında, arvadını götürüb yataq görüntülərimizi göndərmişəm, arvadı da bunu izləyir, baxır. Yəni düşün də biabırçılıqdır da, yəni. Bunun özü Dövlət Təhlükəsizlik Xidmətinin adamıdır. Belə adamlar Alyona söhbətini bağlamaq üçün Dövlət Təhlükəsizlik Xidməti, gözəllik salonunda işləyənlər, nə qəhvələr, nə müğənnilər, hamısını atıb ortaya. Bugün adının deyim Tural Abbaslı, Gurgen var, oğlu, Gurgen. Hamısı Alyona'nı dəstəkləyir. Mən də deyirəm, Alyona nə? Ay Qurban, ay Tural Abbaslı, Alyona deyəsiniz. Belə şeyləri qoyurlar, bunlar hamısı danışdırırlar, düzdür. Reallıqda həqiqi bir polkovnikin qoya bilərlər ortaya. Ya generalın qoya bilərlər ortaya. Alyona söhbətini bağlamaq üçün. Yəni, bir də mən yanıram, nəyə yanıram, bilirsinizmi? Yəni, normal kişinin arvadına birinci elə video göndərmirlər. İkinci olaraq, normal kişinin arvadı bölmələrə düşmür, bölmə qapısında yatmır, məsəl üçün. Sonra bir başqasını çıxardılar, bu da başqa cürə danışır. Bu kişilikdən alma, çıxır barmaq sürkəliyirlər. Gör bizə barmaq sürkəliyor cəmaata. Kağılı verənlər, dəst keçənlər. Svito yeri satmış kişilər, kişiciklər dırnaq arası. Siz cəmaatı məğlum verirsiniz. İndi bu güya bu tərbiyəlidir da, güya bu yaxşıdır. Ay ki, bunlar hamısı Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarıdır. Bunlar Alyona söhbətini bastırmaq üçün ortaya çıxıblar. Dəyərlənmədənə. İndi təsəvvür eləyirsinizmi nə gündədirlər bunlar? Mənə yer eləyən nədir, bilirsinizmi? Mənə yer eləyən nədir? Mən xəcalət çəkirəm desəm, pis olar, ayıb olar. Mən sevinirəm, niyə xəcalət çəkim ki? Amma mən yanıram, nəyə yanıram, bilirsinizmi? Yanıram, nəyə yanıram, bilirsinizmi? Hamınız bilirsiniz ki, harada var, hamısı vəzifədədir.
Bəli, hamısı vəzifədədir, elə deyilmi? Elə. Dindirəndə də diləndə deyəcəklər, cənab prezidentə, evlatlarımın, mənim canım qurban cənab prezidentə, belə deyəcəklər, eləmi? Ay sağ ol. İlham Əliyevin arvadının qızını söyürsən, özünü söyürsən, bir dənə məmur çıxıb demir, ayqa, nə istəyirsən, nə qulluğunda durum, neyniyim ki sən bunu eləməyəsən. Bu videoda belə mental bu, belə deyən yoxdur. Amma bax, avtovağzalın müdürünü söyürəm, çıxardırlar 100.000 bəsti mi? Qabil 100.000 bəsti mi? Sonra oğlunu söyürəm, arvadını, gəlinini, yenə çıxırlar nə qədər atar. Qoştan rəisini, hansısa bir polis rəisini, hansısa bir icra başçısını. Ortaya çıxırlar, nə qədər istəyirsən pul verək, bizi hədəf alma. Ya söyə bizə denən korrupsiyanerdir, biz zaten İlham Əliyev üçün yığırıq pulu. Sadəcə bizim arvadımızı, anamızı, bacımızı söymə. Yaxşı, sizin arvadınız, ananız, bacınız dəyərlidirmi prezidentin arvadından, anasından, bayışsından? Qardaş, bu qədər İlham Əliyev sizi adam eləyibdir. Bu qədər İlham Əliyev yağdan bal içində üzmüsünüz. Ay, katibələriniz, zadınız bir də gündə bir qaydınız. Bunu İlhamın sayəsində eləyibsiniz, yoxsa sizin 10 dənə donuz otarmaq qabiliyyətiniz yoxdur. Və yaxşı, bu nə deməkdir? Mən başa düşə bilmirəm. İndi ölkədə Dövlət Təhlükəsizlik Xidmətində, polisdə heç mi generalların yoxdur? Heç mi polkovniklərin, idarə komitə rəhbərlərinin, nazir müavinlərinin, icra başçılarının yoxdur mu? Çox sayılı var. Bəs Alyona söhbətini bağlamaq üçün çox sayılı o s**lərdən önəmli tanınmış adamların niyə yayımlamırsınız Alyona söhbətini bağlamaq üçün? Ha? Bir mövzunu digər mövzu ilə, bir şoku digər şokdan atılatmaq olur. Bunu bilirsiniz. Səhiyyədə də belədir. Usta gəzən real, fiziki, sağlam şəxsdə də belədir. Yaxşı, prezident ailəsinin s***laymanı, başqa bir polkovniklərin, generalların, dəhşətli bir vəzifəli şəxslərin, tanınmış şəxslərin müğənnisi deyək, nə bilim nə deyək. Bunlar niyə yayımlanmır başqa şeyləri örtbasdır eləmək üçün? Rus agenti axtarırsınız. Ölkədə iki ən güclü Rus agentini deyirəm sizə. Biri Fuadın oğlu, Murtuzun oğlu Fuad Ələsgərov 5-ci kolonun rəhbəridir. İkincisi də Ramiz Zeynalov, Rusiyan adamı. Hər ikisinin videoları var. Məsələn, Şəbnəm Tozuna, Nətər Zeynalov, kətçisi də özdə. Və bunları yayımlayın, bir hadisəni digər hadisə ilə bastırın da, bir ay, yarım ay yaxınlaşır ki, Alyona söhbəti gündəmdən düşmür. Yazıq deyil mi bu prezident ailəsi? Ha? Siz bunu sevirdiniz axı. Mənə nə var? Həftələrlə Almaniyada belə cincilim yiyirəm. Mən belə Almaniyada düşünürəm, nə geyinəcəm, nə bilim. Bu da ev istəyirdi, köynə, ikicə köynəyim var. Geyindim bu, o birisi yülüb deyə. Mənim ən çox zəhləm gedən şey nədir? Ən zəhləm gedən şey nədir? İnsanın nə yiyəcəm, nə geyinəcəm düşünməsidir. Xeyr ola. Azərbaycan xalqı istər ölkədə, istər ölkə xaricində bunu düşünməlidir. Bu heyvani əlamətdir, yemək, yatmaq düşünmək heyvanlara xas olan əlamətdir. Xahiş edirəm, yeni qoşulan izləyicilər, məndən sizə ziyan gəlməz. Sizlərdən xahiş edirəm ki, bir dənə tık-tık eləyin, ekran üstə 2 dəfə belə tıqqıldadın, efirimizi bəyənin və xahiş edirəm, hamınız abunə olun Qabil Media kanalına. Məndən sizə ziyan gəlməz. Yəni, dəyərli vətənlərim, bir adamı xilas eləmək üçün digər adamı fəda eləmək lazım. Qurtuluqda da budur, çaqqalıqda da budur. Düşəni yiyərlər. İndi mən başa düşmürəm. Birinin sağ qalması üçün digəri məhv edilməli dünyada yaşayır.
İndi siz İlhamı çox istəyirdiniz, nə bilim, nə istəyirdiniz. Heç mi başqa generallarınız yoxdur ki? İlham Əliyev ailəsi fəda olur. Yəni, cəsinə, cınasına, qəşəsinə fəda, necə olub gedir, məhv olub gedir. Artıq hakimiyyətin belə devrilməsi üzərində işləyirik. İndi belə bir vaxtda sizin əlinizdə çox saylı yayımlamırsınız, elə? Yayımlamırsınız. Çünki siz İlham Əliyev kimi tanıyırsınız. Əlin Ağayev, Vilayət Eyvazov. Çünki siz İlham Əliyevin arvadını da s***siniz, qızını da s***siniz. Çünki İlham Əliyev siz bunu gözəl bilirsiniz. Əvvəllər sizi qorxudurdular Rusiya ilə, Putinlə, nə Mərdoğanla. İndi isə ümumiyyətcə almırsınız İlham Əliyev. Ümumiyyətlə bilmirsiniz əmri kimdən alırsınız. Gah Rusiyadan, FSB-dən, gah nə MİT-dən, gah pişik, gah nə bilim Mehribandan, gah İlhamdan hələ bir əmr verən olubdur. Ölkədə 1000 dənə prezident var. İrayonda uzqar bir kətdə direktora deyirsən, bəsdir bu rüşvəti az yığ, uşaq boğuldu tüstüdən, prezidentə yazacağım deyirə, prezidentin də arasını belliyim səndə. Prezidentini də belliyim arasında. Heydər Əliyevin vaxtında, açıq deyək də, Heydər Əliyevin vaxtında desəydin ki, Heydər Əliyevə yazacağım, bozacağım, nə bilim, neynəyəcəm. Sənə deyə bilərdim ki, Heydərin dağzını belliyim sənin də və yaxud nəyinin də. Adamı nə daya? O sözü demə, o sözü heç beyinə, düşüncəyə gətirmək olmazdı. Demək ki, bu İlham Əliyev özünü o vidə qoyub ki,